Hər vaxtınız xeyir, əziz, dəyərli abunəçilərim. Hər birinizi xoş gördük. Əziz şagirdlərim, bugün salamlarımı göndərəcəm. Səmədli Vəkil, dünən video çəkə bilmədim, çəkiliş edə bilmədim. Bugün ona görə biraz gecikdik. Bu günləri çəkiliş eləmiş oldum. Səmədli Vəkil, salamlarımı göndərirəm. Zeynəb Həsənovaya salamlar göndərirəm. Aysel Baxışova, qarşısına ürək qoyduqlarım biraz daha xüsusi salamlardır. Çünki çox gözəl isimlər, çox gözəl sözlər yazıblar. Təşəkkürlərimi bildirirəm. Hər biriniz üçün təşəkkür edirəm uşaqlar. Sərxan Balayeva salamlar göndərirəm. Əliyeva Zəhra, bugün o qədər salam göndərin mənə uşaqlar və hələ bir qismidir deyərdim. Qalanlarını qeyd edə bilmədim. Növbəti videomda onlara da o gözəl salamlarımı göndərəcəm. Hər biriniz mənim üçün bilirsiniz ki, çox dəyərlisiniz. Heç kəsi burada ötürmərəm bilərəkdən. Adınızı qeyd etməmiş olmaram. Təbii ki, hər birinizin adını qeyd edəcəm. Gec-tez, yəni bunu mütləq edəcəm. Sərxan Balayev, salamlar Sərxan. Əliyeva Zəhra qızımıza salamlar. Nəsibə qızımıza salamlarını göndərirəm. Sına qızımıza salamlar. Hədiyə Həsənli, qəşəng maraqlı adı var. Hədiyəyə də salamlar. Damla qızımıza salamlar. Qurbanova Gülnarə, Gülnarə sənə salamlar göndərirəm. Daimi izləyicimizdir, tez-tez şərh yazan şagirdlərimizdəndir. Hər birinizə təşəkkür edirəm. Kazım Əlizadə, salamlar Kazım. Əli Mirzayeva, Zəhra qızımıza salamlar. Elvira qızıma salamlar. Ayan Ziyadzadə qızımıza salamlar. Şərifə qızımıza salamlar. Rəvan Həsənzadə salamlar. Gülcan Əskərli qızımıza salamlar. Oğlanlar deyəcək müəllimə qızlara qızımıza deyir də bizə demir. Xurşudov Mirşamil balamıza salamlar. Ada və soyadı maraqlı formasına baxın. Qıstarova Şümeysət. Salamlarımı göndərirəm Şümeysət. Saday balamıza salamlar. Elza Həsənli daim izləyicimizdir. Salamlar Elza buradan sənə. Əkbərli Elcan balamıza salamlar. Əhmədova Zəhra. Onu da 2 dəfə qeyd eləmişəm. Qismətində harda mesaj oxuyuram, harda SMS-inizi oxuyuram. Dərhal qeyd edirəm ki, sonra yadımdan çıxır və məndən incəysiniz. Salamlarımı göndərirəm Zəhramıza. Nuray Həmzəyeva qızımıza salamlar. Gözəl, xoş sözlər üçün Nuray sənə dərindən təşəkkürümü bildirirəm. Daimi abunəçimdir. Salamlarımı göndərirəm. Ayşə Şeydayevaya salamlar. Ayşə qızımıza. Davud Məmmədov, buradan həm Davuda, həm də Tovuza salamlarımı göndərirəm. Hər birinizi çox sevirəm. Dəyərli salamlar buradan Tovuza getsin. İbadət balamıza salamlar. Nə gözəl adı var. Məmmədli Əsma qızımıza salamlar. Daimi izləyicimiz, xoş sözlərin sahibi Əsma, salamlar qızım. Ayan balamıza salamlar. Həsənli Fatimə qızımıza salamlar. Daimi izləyicimizdir. B.Dəniz, yəqin ki soyadıdır. Dəniz buradan salamlarımı göndərirəm. Son anda qeyd etdiklərimdir. Və Əsma bizdən xahiş eləmişdi ki, müəllimə mənim adımı xüsusi qeyd edin. Əsmanın adına ona görə xüsusi qeyd etmişəm. İsmail Abdullazadə, salamlarımı göndərirəm İsmail sənə. Tehran Cəmalzadə, bəzi şagirdlərimiz sadəcə adını qeyd etmədən mənim də adımı qeyd edin deyə yazırlar. Mən də hansı adla qeydiyyatladılar, o adı yazmış oluram. Bəlkə də, yenə deyirəm, valideyn adıdır deyə bilmərəm. Tehran Cəmalzadə həmin şagirdlərimizdəndir. Salamlar Tehran buradan sənə. Fidan Süleymanzadəyə salamlarımı göndərirəm. Və gözəl bir ad daha Nastı qızımıza salamlar. Ya olduğu kimi belədir, ya da belə qəbdir bilmirəm. Salamlarımı göndərirəm. Əzizlərim, hər biriniz mənim üçün çox dəyərlisiniz. Siz oxuduqca, siz mənim dərslərimdən yararlandıqca inanın ki, mənə ləzzət eləyir. Çox xoşuma gəlir. Bu mənə çox xoş təsir bağışlayır. Çalışın hər zaman məni əgər dəyərləndirmək istəyirsinizsə, sadəcə videolarıma baxın və dərslərimizi gözəl şəkildə mənimsəyin. Yararlanın dərslərimizdən. Diqqətli şəkildə qulaq assanız, əlbəttə ki, bu sizin qiymətlərinizə müsbət təsir edəcək. Heç vaxt Allah heç kəsin əziyyətini yerdə qoymur. İnanıram ki, əziyyət çəkən öz bəhrəsini görmüş olacaq. Hər birinizə uğurlar arzulayıram. Gəlin dərsimizə keçək. Çox çətinliklə də olsa dərsimizi izah etməyə çalışacağım dəyərli izləyicilərim. Hava məlumatlarını haradan əldə edirik? Hava məlumatlarını haradan əldə edirik? Hər gün müxtəlif mənbələrdən hava şəraiti haqqında məlumatlar öyrənirik.
En azından solda şəkildə göstərilibdir. Telefondan mütləq hava haqqında məlumatlar izləyirik. Şəxsən mən hava haqqında məlumat izləyən insanlardan yəni biriyəm. Həddindən artıq ora bağlıyam. Onunla yəni işlərimi demək olar ki, planlaşdırıram və çox da işə yarayır. Tam dəqiq məlumat da verilir. Gündəlik həyatımızı planlaşdırarkən daim çöldə olanlar, daim işdə olanlar mütləq inanıram ki, proqramdan çox istifadə edirlər və bu həm bizim geyimimizi, həm gündəlik işlərimizi havaya uyğun planlaşdırmaya kömək eləyir. Atmosfer hadisələrlə bağlı öncədən verilən hava məlumatları hava proqnozu adlanır. Yəni öncədən məlumatlar verilir hava haqqında, necə olacaq, yağışlı, günəşli, bulutlu və s. soyuq, isti, bunlar adlanır hava proqnozu. Hava şəraitinə aid müşahidələr meteoroloji stansiyalarda aparılır. Bu da meteoroloji stansiyalarda buradan hava haqqında məlumatlar əldə edilir və informasiya ötürülür. Mobil proqnoz və meteoroloji stansiya şəkillərdə gördük. Deməli, meteoroloji stansiya müxtəlif atmosfer hadisələrini, eləcə də hava ilə bağlı dəyişiklikləri müşahidə etmək, ölçmək və qeydlər aparmaq üçün avadanlıqlarla təchiz olunmuş obyekt yaxud xüsusi yerdir. Burada hava ilə bağlı dəyişikliklər müşahidə edilir, ölçüşlər aparılır, qeydlər aparılır və bu bütün hamısı bir arada təsvir olunub. Xüsusi bir yerdir ki, hamısı bunun içərisindədir. Burada yerdən müəyyən hündürlükdə yerləşən qoruyucu qutunun xüsusi əhəmiyyəti vardır. Söhbət bunlardan gedir. Baxın, hamısı müəyyən hündürlükdədir. Birbaşa yer səthinə yerləşdirmək olmaz. Təbii ki, burada artıq yanılma baş verə bilər. Stevenson qutusu hava alətləri ilə təchiz olunmuş qapalı ağ qutudur. Söhbət bunlardan gedir. Bu qutunun əsas məqsədi ölçmə alətləri üçün standartlaşdırılmış mühit təmin etməkdir. Burada alətlər günəş işığından, yağıntıdan və ətraf mühitin digər təsirlərindən qoruyur. Onların daha dəqiq, etibarlı ölçməsini təmin edir. Buyurun, buradadır. Deməli, burada göründüyü kimi termometr var, higrometr var, yağış ölçən var, təzyiq ölçən var, rütubətli ölçən var. Bunlar hamısı bir aparatın içərisindədir. Bugün uşaqlar dəyərləndirmə mövzusunda izahını verəcəm. Dəyərləndirmə və həmçinin hava məlumatlarını haradan əldə edirik. Bu iki dərsində izahını verəcəm. Hava məlumatlarını haradan əldə edirik mövzusunun tapşırıqları. A və B şəkillərinə əsasən sualları cavablandırın. Mobil telefonda hava proqnozuna nəzər yetirin. Orada hava şəraitinə aid hansı məlumatları öyrənə bilərik? Temperaturu, rütubətli, məsəl üçün havanın bulutluğunu, küləyin gücünü, yağıntıların növünü. Bunları uşaqlar yazılı formada siz sözlərimə qulaq asın. Danışa bilmədiyim üçün yaxşı izah edə bilmirəm. Amma yazılı formada da tapşırıqlarımız oradan yaza bilərsiniz. Amma dərk edin, anlayın sonra. Həmin hava məlumatları haradan əldə edilir? Təbii ki, bayaqlar oxuduğumuz kimi meteoroloji stansiyalardan və peyklərdən. B şəklindəki meteoroloji stansiyalarının oxşarını görmüsünüzmü? Harada? Siz görmüsünüzsə bəli deyin, görməmişsinizsə xeyr və görənlər də harada görüblər, onları qeyd etsin. C və D şəkillərinə əsasən sualları cavablandırın. Stevenson qutusunun hansı xüsusiyyətlərini söyləyə bilərsiniz? Burada Stevenson qutusunun dizaynı, materialı, havalandırılması, aləti və yaxud da belə bu şəkildə məlumat verə bilərsiniz. D şəkildəki alətlərin adları təbii ki, termometr, yağış ölçən, təzyiq ölçən və rütubət ölçən bayaq dedik. Barometr təzyiq ölçəndir, higrometr isə rütubət ölçən cihazdır. D şəklindəki hansı alət Stevenson qutusunda yerləşdirilmir? Termometr, higrometr, barometr kimi müxtəlif meteoroloji alətlər yerləşdirilir. Yağış ölçən açıq havada təbii ki olmalıdır. Yağış damlalarını ölçmək üçün çöl şəraitində yerləşdirilir. Ona görə o orada ölçülmür. Bu tapşırıqları ilə üzərində qeyd edin ki, yəni burada dəyərləndirmə, yəni çox güman ki, sizin müəlliminizlə edinməli olduğunuz bir dərsdir. Öz müəlliminiz bu dərsi sizinlə bərabər aparmalıdır, bir növ praktikadır. Tədqiqat sualı, bugün hava şəraiti necədir? Hava şəraitini apardığınız vaxtı
hava şəraitini müəyyən etməlisiniz. Məsəl üçün, bugün götürülsə hava günəşlidir. Tədqiqat planı, məkan, meteoroloji stansiyanız. Məsəl üçün, meteoroloji stansiyanız deyəndə, yəni bu prosesi harda aparırsınız, onu yazacaqsınız. Açıq havada mı, həyətmi, məktəbin həyətimi, sinifmi və s. yazılacaq. Alətlər nədir? Alətlər yağış ölçən, termometr, higrometr və s. Sonra meteo təhlük plan nədir? Plan odur ki, məlumatların əldə edilməsinə dair stansiyalarda məlumatların əldə edilməsidir. Təhlükəsizlik odur ki, hava şəraitinə uyğun olaraq geyiminiz ola bilər, relyefə, nəqliyyatdan kənarda olmalısınız, yəni sabit bir ərazidə olmalısınız, təhlükəsiz bir ərazidə olmalısınız, onu qeyd edəcəksiniz. Alətlərdən istifadə, havaya aid sorğu anketi, müsahibə plan xəritə, məlumatların təhlili, mətin, riyazi yoxsa qrafik hansı təhlil vasitəsindən istifadə edəcəksiniz, onları qeyd edəcəksiniz. Və burada da stansiyalarda istifadə sadə hazırlama qaydaları var, onları diqqətlə oxuyursunuz. Burada 2 ədəd karton, stəkan, tərs formada nazik çöplərin iki tərəfinə keçirin. Daha sonra, indi burada nələr deyilirsə, onları qeyd edəcəksiniz uşaqlar. Bunlar sırf müəllimənizlə edilməli olan bir hərəkətdir. Bu da flügerin hazırlamasıdır. Yəni günəyin istiqamətini ölçmək üçün görünən maraqlı bir cihazdır. İnsanlar, uşaqlar tərəfindən yəni düzəlməsi, hazırlaması asan olan bir cihazdır. Bunları özünüz hazırlaya bilərsiniz. Və daha sonra ümumiləşdirici tapşırıqlar. Ümumiləşdirici təkrarda da qısa vaxtda burada sual olur ki, hava proqnozuna uyğun gələn bəndi seçin. Təbii ki, hava proqnozu hər hansı bir ərazidə hava şəraitinə aid məlumatların toplusudur. Buluddan düşməyən yağıntı növləri, buluddan düşənlər və düşməyənlər bu dərsi çox qəşəng keçmişdik. Təbii ki, şehdir, şeh havada olan su buxarından yaranır, soyuq səthlə təmasda. Buradakı bu qrafiki artıq inanıram ki, hər biriniz edə bilərsiniz. Qrafikin qurulmasını keçmişdik. Məsəl üçün 6-nı, 9-u və 12-ni yazıbdı. Bir də 15-dən başlayacaqsınız. 15-də 22 dərəcəyə qalxıbdı. Təxmini bax belə davam edəcəksiniz. 18-də 18 dərəcəyə düşübdür. Bax, bu qaydada yəni düşə-düşə gedəcək. Hara düşəcək? Sadəcə orasına bir balaca diqqət eləməlisiniz. 21:00-da məsəl üçün 15 dərəcəyə düşəcək. 21:00 indi burada imkan vermir buranı görməyə. Burada bax 21:00-da təxminən 15 dərəcəyə düşür elə. Düz qeyd eləmişəm. 18-də məsələn 00-da, yəni 12-də saat 12-də 12 dərəcəyə düşəcək. Burada 12 dərəcəyə diqqət etmək lazımdır. Biraz bura düşəcək. Bəli, demək olar ki, eynidir. Bax, bu şəkildə təxmini qeyd olunacaq. Yəni gün ərzində ən isti temperatur günortadan 2 saat sonra, ən soyuq temperatur gün çıxmazdan 2-3 saat əvvəl, daha doğrusu 10-15 dəqiqə qabaq müşahidə edilir. Cədvəl tamamladıq. Maksimum, minimum olduğu vaxtları özünüz təyin edəcəksiniz. Baxın, burada təbii ki, göstərilib. Minimum olduğu vaxt saat 6-dır gün çıxmazdan əvvəl. Maksimum olduğu vaxt isə 15:00-da, yəni saat 3-də 22 dərəcə müşahidə edilibdir. Daha sonra orta sutkalıq temperatur hesablayın. Orta sutkalığı tapmağında qaydasını keçmişdim sizə. Bunların hamısını toplayacaqsınız. 8 dəfə ölçmə işləri aparıldığı üçün 8-ə bölürük. Daha sonra A şəklində oxşar məntəqələr, oxşar temperaturları birləşdirin. Siz də birləşdirəcəksiniz. Selsiya yoxsa Farenheitlədir. Fikrinizi əsaslandırın. Mən deyərdim Farenheitlədir. Çünki o qədər yüksək temperatur qeyd oluna bilməz təbii ki. Hamısı, yəni burada yüksək temperaturlardır. Maksimum olsun 55-60 dərəcə, amma buradan yuxarı artıq görünür ki, bu Farenheit ölçü vahididir. Əsaslandırmanı da belə deyə bilərsiniz. Böyük rəqəm olduğu üçün şəkildə eyni məntəqələr birləşdirəndə xətt necə adlanır? Biz demişdik, eyni temperatura malik nöqtələri birləşdirən xəttlər izotermlər adlanır. Bax, bu şəkildə birləşdirəcəksiniz. Belə. Şəkildə əsasən hansı istiqamətlər üzrə temperatur aşağı düşür? Temperatur şimal-qərb istiqamətində, gördüyünüz kimi bu istiqamətdə aşağı düşür. Şimal-qərb istiqamətində. Sizcə hansı məntəqədə yüksək və alçaq təzyiq yarana bilər? Temperatur qalxdıqca təzyiq də qalxar. Temperatur azalanda təzyiq də azalır. Yüksək doğru qalxdıqca temperatur da təzyiq də azalır. Hava seyrəkləşir.
Amma aşağıya doğru, yer səthinə doğru temperatur təzyiq artır. Ona görə də biz belə deyərdik. Harda temperatur yüksəkdirsə, bu ərazilərdə təzyiq də yüksək olacaq. Buralarda isə təbii ki, alçaq təzyiq olacaq. Dərsimiz bu qədər. Hər birinizə Allah razı oluram. Gələn dərsimizdə inşallah ki, normal şəkildə dərs çəkə biləcəm. Hər birinizə Allah razı oluram. Gələn dərsimizdə görüşmək ümidi ilə. Sağ olun.